Bugün mən sizə saç tökülməsinə qarşı özüm üçün hazırladığım möcüzəvi saç maskasının reseptini söyləyəcəm. Tərkibi hər birimizin evində olan ən güclü üçlükdən ibarət. Qoxusu xoşunuza gəlməsə də ilk istifadədə belə gözəl nəticə əldə edəcəksiniz. İndi isə keçək maskanın reseptinə. Baş rollarda orta boy soğan, 2 diş sarımsaq və 1-2 xörək qaşığı zeytun yağı oynayır. Hazırlanması isə çox sadədir. Soğan və sarımsağı sürtkəcin ən xırda gözündən keçiririk, tənziflə sıxırıq. Alınan məhlulun üzərinə 1-2 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırırıq. Bu hazır məhlulu saçımızın dibinə vurub 1-2 saat yarım da ola bilər, yəni 1-2 saat arasında saçımızda saxlayırıq. Sonra isə adi qaydada saçınızı yuyursunuz. Əgər saçınızdan soğan və ya sarımsağın qoxusunun gəlməsindən narahatsınızsa, saçınızı yuduqdan sonra son durulama suyuna kofe və ya limon suyu damızdırıb, o su ilə saçınızı durulayın. Bu qədər gözəl xanımlar. İstifadə edib nəticə aldıqdan sonra mütləq bu videonun altına fikrinizi söyləməyi unutmayın. Həmişə gözəllikdə qalın. Hələlik.